Ey insan evladı, bu dünyada senin boynun ölçünden başka ve artık kısmetin olmayacak. Sana kısmet olsa boyunun ölçüsü kadar yer kısmet olacak. Öyle değil mi? İndi orada olan əzizlərimize dünya malı neyine lazımdı? Hı? O dağıntıların altında kalmış insanlara indi gedip kızıl versen neyine lazımdı onu? Pul versen neyine lazımdı onu? Get dayan daşın altında qışqır ki bu sənə vəzifə vədəsi verirəm. Səni vəzifələndirəcəyəm. Neyine lazımdı onu? Dünya malı bu qədər qiymetsizdir. Dünya malı sadece insanı ibadetini rahat eləsin diye kadar var. Dünya malı senin kalbinden üstün değil insan. Senin sevginden üstün değil insan dünya malı. Ne təəccüb ki bazı insanlar bütün duygularını dünya malının kölesine çevirmişler. Yazığım gelir o insanlara. Lap yaşa 60 il, 100 il, 150 il. Hamısını lap belə qır, ləl, cevahir içinde yaşa. Ne olsun? Bir şey ki sonda vidalaşacaksan ve vidalaşacağın günü de bilmirsen. Kim deyib ki qocalı böləcəksən? Yalan deyib. Kim deyib ki xəstə olub öləcəksən? Yalan deyib. Sağlam ölən görməmisən? Cavan ölən getmədi mi? Bunlar bizə ibrətdir möminlər. Biz bu ibrətləri yığmaq üçün gəlirik bu cümələrə. Boş bihuda vaxt keçirmək üçün yox. Gözümüz açılsın, qəflət pərdələri yırtılsın deyə biz bu mütəhhər əhl-i beyt elmlərini